Növbə gözləyənlərin sayı nə 1-dir, nə də 5. Görüntülər Yasamal rayonunda yerləşən 16 saylı şəhər poliklinikasındandır. Pasiyentlərin saatlarla qeydiyyat şöbəsinin qarşısında növbə gözləməsi sosial şəbəkələrdə yayılan videolarda da müzakirələrə səbəb olub. Görüntülərin izi ilə yolumuzu sözü gedən poliklinikadan saldıq. Pasiyentlər arasında sorğu keçirdik. Xidmətdən razı olanı da dinlədik, narazı qalanı da. Nə qədər gözləyirsiniz gözləyəndə? Var da, mən icazə alıb gəlmişəm bir saatdan çoxdur. 24 dənə insulin alırdı, məni endiriblər onu 14-ə. Növbə də elə onunla əlaqədardır. İnsulin az verilir, insulin ayın axırına çatmır. Neyniyək? Bu da gəlmişəm, pasportumu çıxardınca dedi, buyurun, dedim, indi həll eləyirlər. Nə ilə bağlı müraciət edirsiniz? Həm dərman alacağım, həm də həkimə müraciət. Şəkər qeyri. Bəli. İddialar var ki, sıxlıq olur. Yox, mən rastlaşmamışam. Mən həmişə vaxtı-vaxtına gəlmişəm, həkimlərdən də razıyam. Təxminən nə qədər növbə gözləyirsiniz bir həkimin qəbuluna düşmək üçün? Bəzən olursa əgər o da. Bəzən olur, heç onu demək düzgün də deyil. Poliklinikanın baş həkiminin müavini Tahirə İsmailova bildirib ki, sosial şəbəkələrdə yayılan görüntülərdən xəbərdardılar. Onun sözlərinə görə poliklinika 40 mindən çox vətəndaşa xidmət edir. Sıxlığın səbəbi pasiyent sayının çox, həkim sayının az olmasıdır. Bəli, sosial şəbəkədə göstərilən videoları biz də görmüşük, videonu daha doğrusu görmüşük. Bu gündəlik müşahidə olunmur. Ən çox şəkərli diabet xəstələrinə verilən dərmanlar, nerpatoloqlara verilən həkimlər tərəfindən xəstələrə yazılan dərmanla verilən zaman pasiyentlərə o bir qədər bir müddət sıxlıq yaşanır. Təbibdən isə Xəzər xəbərə bildirildi ki, görüntülər bir neçə gün əvvəl Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 16 nömrəli şəhər poliklinikasında qeydə alınıb. Həmin gün təbib proqram təminatında normadan artıq yüklənmə səbəbindən nasazlıq yaranıb və nəticədə bir sıra tibb müəssisələrində elektron qeydiyyat sistemində qısa müddətli fasilələr müşahidə olunub. Qısa zaman ərzində problem aradan qaldırılıb və hazırda sistem tam fəaliyyətini bərpa edib. Sevinç Vaqif qızı Şəhla Poladova, Səbuhi Mustafayev, Xəzər xəbər.